Rəbbimiz buyurur ki: "Və atiullaha və rasulehu in kuntum mu'minin." Əgər iman etmisinizsə, Allaha və Rəsuluna tabe olmalısınız. Tabe olun. Hansı ki, sonra möminlərin xüsusiyyətini izah edir Rəbbimiz. İnnəməl mu'minunə, hansı ki, o möminlər əlləzinə izə zukirallahu vəcilət qulubuhum. Allahın adı zikr olunduğu zaman qəlbləri titrəyər. Necə ki, biz uzun müddət görmədiyimiz birini, sevdiyimiz birini görəndə qəlbimiz coşa gəlir. Onun kimi coşa gələr Rəbbinin adı zikr olunduğu zaman. Və izə tuliyət aleyhim ayatuhu zədəthum imana. Onlara Rəbbimizin ayələri oxunduğu zaman imanları artar. Və alə rabbihim yetevekkelun. Təbii ki, Rəblərinə də təvəkkül eləyərlər. Hansı ki, o möminlər əlləzinə yuqimunəs-salah, namazlarını qılarlar. Və mimmə razaqnahum yunfiqun. Rəbbinin ona verdiyi ruzidən də infaq edərlər. Başqalarına da paylayarlar, ehsan edər.